Salam dostlar, hər kəs salamlayıram. Bilirsiniz ki, mən Zülfü Livanəlinin sərsəmləməsinə cavab vermişdim. Sərsəmləməsi də Çırpınırdı Qaradənizin sözlərinin və musiqisinin Sayat Nova'ya aid olduğunu demişdi. Mən də buna etiraz etdim. Haqlı olaraq ki, doğruyam və bir yox, 1000 kərə də olsa eyni etirazımı bildirəcəm. Hətta bundan sonra Türkiyədə baya dostlarımız mənə çıxdılar. Xeyli insan, hətta ona yaxın olan insanlar da belə məndən yazışdılar və haqlı olduğumu dedilər. Məsələ bundadır ki, bizim Azərbaycandan çox sevdiyimiz insanlar var, qələm sahiblər. Baxıram ki, bu günləri sosial medialarında da olayın məğzindən yayınıblar. Çırpınırdı Qaradəniz məsələsinə toxunmurlar qətiyyən. Zülfü Livanəli bunu çalmış, kiməsə vermiş, onu da demirlər. Hamısı düşüb Sayat Nova Azərbaycan türküdür. Birinci Sayat Nova dönəmində Azərbaycan deyə bir ölkə yox idi. Bəli, bir türk yurdu var idi. Və bu türk yurdunun adını saya-saya gedə bilərik ki, nə idi? Bəli, türk torpaqları və amma Sayat Nova'nın bugün kimliyini tartışmırıq. Tartışarsaq, Fars deyir mənimdir. Ərəblər deyir Hələb doğumludur, ərəb kökənlidir. Hindistanlılar deyir mənimdir, ermənilər deyir mənimdir. Mənim burada tartışdığım və Türkiyədəki bütün qaynaqlarda, eğitim sistemində filan da bunu erməni olaraq keçirlər. Və mən Qaradənizin dolayısıyla sizin dediyinizi savunmuş olsam, Qaradənizi unudub verməliyəm ona və Türkiyədəki eğitim sistemini də dəyişə bilməyəcəyimiz üçün, Azərbaycandakını da dəyişə bilmədiyimiz üçün. Dolayısıyla sizin dediyiniz 10 il sonra Əhməd Cavadın, Üzeyir Hacıbəyevin yox, ermənilərin olacaq. Kimsə orada Sayat Nova'nın kimliyini araşdırmayacaq. Öncə istəyirsiniz, gəlin buradan yola çıxaq. Rüstəm Behridinin şeirini Ramiz Mehdiyevin, özür istəyirəm, Ramiz Rövşənin adına o qədər Mehdiyevin əleyhinə danışmışam ki, yazamazsınız arkadaşlar. Rüstəm Behridinin şeiridirsə, Rüstəm Behridinin haqqını verəcəksiniz. Hər ikisi türk şairidir. Və Füzulinin yazdığı Leyli Məcnunla Nizaminin yazdığı Leyli Məcnun arasında fərq var. Füzulinin Leyli Məcnunu Nizaminin adına yazamazsınız. Nizaminin yazdığını Füzulinin adına yazamazsınız. Qaldı dilə görə, yazdığına görə. Mən bu şeylərə də bu argument deyil. Füzulinin şeirlərinin əksəriyyəti ərəb-farsça, Nizami də ərəbcə, farsça, Şəhriyarın özü ərəb-fars dilində yazıb. Bir sürü, mesela Pushkin də ona baxsam bir tərəfi türkdür, amma bütün şeirlərini rus dilində yazmışdı. Və biz rus yazarı dedikləri Çingiz Aytmatovun bütün əsərləri rus dilində yazılırdı. Çingiz Aytmatov rus muydu arkadaşlar? Bunu da artışmırıq. Hə, ispat eləyərsiniz, lap yaxşı, amma yenə deyirəm, Azərbaycanın biz bax belə şeylərdən üstündə əsas məsələni qoyub qeyri məsələlərə getdiyimiz üçün biz öz dəyərlərimizi itirdik. Dolmamızı əlimizdən aldılar, musiqimizi əlimizdən aldılar, vətənimizi əlimizdən alıb üzərində özlərinə tarix uydurub devlət qurdular. Biz o qədər əsas kökü buraxıb cılız şeylərlə uğraşırıq ki, məsələn, orada Zülfü Livanəlinin uydurduğu bugünkü real yalana heç biriniz səsinizi çıxartmırsınız. Hamınız düşmüşsünüz Sayat Nova'nın peşinə. Sorsam orada yorum yazanlara ki, Sayat Nova'dan nə oxumusan, nə bilirsən, bilməyəcəklər. Hə, o yorum yazanların əksəriyyətdə soy ismi də yoxdur. Başqa şəkillərlə bəllidir. Çünki çox yaxşı bilirlər ki, Sayat Nova dünya ədəbiyyatına belə ermənilər sayəsindən erməni olaraq keçib. Ki, yenə altını çizərək deyirəm. Tam olaraq hansı millətdir? Onu alimlərin ciddi şəkildə araşdırması lazım. Ağızdan tarix və ədəbiyyat yazılmır. Amma bugün Qaradənizin üzərindən keçməklə, Çırpınırdı Qaradənizin üzərindən keçməklə Livanəliyə haqq verirsiniz. O da sabah tarixdə 10 il, 20 il sonra bütün gazetəçilər deyəcək ki, bu günləri məsələ. Hamımız bunu bilirik ki, Ziya Gökalp Azərbaycan türküdür. Yəni bunun Diyarbakırda yaşayan, çünki Diyarbakırın %90'ı Azərbaycan türkləri idi. Və orada Azərbaycan türklərinin hakim olduğu dönəmlər var. Ziya Gökalp'ı deyirlər ki, bir Kürt sizə ideoloji yazıb. Niyə Kürt olsun? Qardaşım, bu Azərbaycan türküdür. Yəni, Oğuz türküdür. Heç Azərbaycan türkü demirəm, Oğuz türküdür. Ya da məsələn, başqalarını elə deyirlər. Bölgəyə görə siz başqa bir milləti ya da o dildə yazdı. Türklərin dünyaya hakim olduğu dönəm var. Çin mənbələrində də bir sürü Çin yazar var ki, türkçə yazıb. Çünki o gün sən hakim idin. Necə Ruslar bizim hələ də bugün Azərbaycanda dünənlər qız çıxıb o gedib İsrailin xətti ilə yarışmaya qatılıb Azərbaycan adına 12 bal verib, sonra da bizim evdə hamı rus dilində danışır. Bacımın oğlu mənə rus dilində deyir ki, xala axı sən pis bir iş görməmsən. Deyir, ha, bax, həmən şeydir bu arkadaşlar. O yüzden də lütfen olayı başqa yerə çəkməyin. O abuk-sabuk da gəlib altında boş yorum yazanlar sizin dərdinizi, acınızı bilirəm.
Amma heç kusura baxmayın. Mən hazırda əlimdən alınıb. Hazırda əlimdən o alınanları geri qaytarmaq alimlərin işidir. Amma hazırda əlimdən almasınlar deyə mücadilə vermək biz qəzetçilərin işidir. Çırpınırdı Qaradənizi yazan Əhməd Cavaddır, türklüyün şahlandığı dönəmdədir. Yenə də altını çizərək deyirəm, Sayat Nova'nın dönəmində türklük tamamən unudulmaq üzrə idi, yox idi. Sayat Nova belə türklükdən irpənirdi. Yəni istəmirdi. Çünki o qədər aşağı düşürmüşdülər. Və Sayat Nova'nın dönəmi ilə də türk kəlməsi ağza alınmayan bir kəlmə idi. Amma Əhməd Cavadın Üzeyir bəyin də yazdığı o dönəm indi necə həm Azərbaycanda, həm Türkiyədə bir kəsim o şahlanmanı önə sürür. O şahlanmanın dönəmi idi və yazılma səbəbi də bəllidir. Zaten uzatmayacağım. Amma sizə də deyirəm ki, irad bildirmək istəyirsə başqa qapıya. Başqa qapıya və mənim üzərimdən prim yapmayın, əzizlərim. Məndən sizə prim gəlməz. Çünki mən nə dediyimi bilirəm və Əhməd Cavadın da Üzeyir bəyin də ruhu qarşısında bir türk olaraq borcumdur bildiyim şeyi söyləmək. Bilmədiyim şeyi ağızdan ağıza, qulaqdan qulağa nə tarix yazılar, nə ədəbiyyat. Dediyim kimi ədəbiyyatçılar getsinlər onu ayrıca isbat eləsinlər. Və mən buna heç nə demirəm, lap yaxşı. Amma hətta türk belə olsa, babam belə olsa, Üzeyir bəylə Əhməd Cavadın haqqını da kimsəyə verməm. Hətta qalxıb desələr ki, bu şeiri Bəxtiyar Vahabzadə yazmışdı, ona belə etiraz edəcəm. Mənim burada amacım haqqı olanın haqqını vermək və bu ikisi də bizim üçün dəyərdir. Əhməd Cavad bizim şəhid, qəhrəman bir şairimizdir. Onun hər kəlməsi mənim üçün müqəddəsdir və o kəlmələri də başqalarına yedirməm.